Həzrət Əli əleyhissalamın Fatimə Ümmülbənin salamullah əleyha ilə evliliyindən əldə olunan tərbiyəvi mətləblər. İdeal bir cəmiyyətin yalnız maddiyyat, sərvət və ya xalis milli istehsaldan və sairdən ibarət olmadığı çox aşkar bir məsələdir. Əslində, ideal cəmiyyət ailələrin onda mötədillik, aramlıq və möhkəmlikdən kifayət qədər yararlandığı, həmçinin cəmiyyətə həya sahibi, ədəbli, mömin və sağlam övladlar təhvil verdiyi cəmiyyətdir. Cəmiyyətə belə dəyərli övladlar təhvil verilməlidir ki, onlar hansısa bir çətinliklə üzləşdikdə qorxmayaraq özlərini itirməsinlər və hadisələrin gedişatını dəyişdirə bilib yaradıcı olsunlar. Belə bir cəmiyyət qurmaq üçün ilk öncə ailədən başlamalıyıq. Bunun üçün də birinci şərt ailənin normal qadın və kişidən təşkil olunmasıdır. Elə buna görə İslam dininin düzgün həyat yoldaşı seçiminə niyə bu qədər təkid etdiyinin fərqinə varırıq. 3-cü fəsil. Həyat yoldaşı seçimindəki meyar və xüsusiyyətlər. 1. Ailənin əsaləti. Allahın Rəsulu salavatullah bu barədə buyurur: Xəzrai dəmənlə evlənməkdən çəkinin. Xəzrai dəmənin nə olduğu soruşuldu. Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurdu: Bataqlıqda bitən gözəl gül. Yəni, fasid bir ailədə böyümüş, xoş simalı və gözəl bir qadın. İmam Cəfər Sadiq əleyhissalam da həyat yoldaşı seçimində bu mövzuya təkid edərək buyurur: İffətli, yaxşı ailədən və xoş əxlaqlı olsun və s. Deməli, ləyaqətli həyat yoldaşı seçməkdə ən əsas meyar ailənin əsalətidir. Yəni, köklü nəsildən olmalıdır. Yaxşı və canıyanan ata-anaya sahib olmalıdır. Həzrət Əli əleyhissalam və Əqil bu meyara ən gözəl şəkildə riayət edərək böyük məqam sahibi qadının seçiminə çox diqqət yetiriblər. Fatimə Ümmülbənin salamullah əleyha qeyd olunduğu kimi belə bir ailədə böyüyüb. Atası Həzam ibn Xalid ibn Rəbiyə ədəb, mərifət və şücaət böyüklərindəndir. Anası Səmamə zəmanəsinin fəzilətli qadınlarındandır. Həzrət Əli əleyhissalamın ailə əsaləti barəsində anası Fatimə bint Əsəd salamullah əleyha və atası Əbu Talib əleyhissalamın olmasını qeyd etmək kifayət edər. Şah Abbas Səfəvi və Şeyx Bəhainin əsalət və tərbiyə ilə əlaqədar macərası. Böyük Şah Abbas əsalətin deyil, tərbiyənin mühüm olması barəsində həmişə Şeyx Bəhai ilə bəhs edərdi. Şeyx Bəhai onun bu sözünü qəbul etməyərək əsalətin mühüm olduğunu bildirirdi. Bir gün Şah Abbas çox təmtəraqlı şam yeməyi ziyafəti qurdu. Qonaqlar gəlib süfrə başında əyləşdilər. Şah Abbas Şeyx Bəhaini öz yanında əyləşdirdi. Gözlənilmədən çıraqlar söndü. Bir neçə pişik pəncəsində şam məclisə daxil olaraq süfrəni işıqlandırdılar. Şam yeməyi bitənə qədər pəncələrində şamla süfrənin kənarında oturmuşdular. Yeməkdən sonra Şah Abbas əlini Şeyx Bəhainin çiyninə qoyaraq dedi: Tərbiyənin önəmli olduğunu gördünüzmü? Pişiklərin necə tərbiyə olduğunu gördünüz? Şeyx Bəhai onun sözünü qəbul etməyərək dedi: Sabah bu məclisi eyni şəkildə təşkil edin. Şah Abbas onunla razılaşdı. Şeyx Bəhai bir neçə siçan tutub hər birini bir corabın içinə qoydu. Corabları kisəyə yerləşdirərək axşamki ziyafətə gəldi. Ziyafət dünənki kimi təkrarlandı. Pişiklər çıraqları gətirdilər. Şeyx Bəhai gətirdiyi siçanları ətrafa buraxdı. Pişiklər şamları ataraq siçanları qovmağa başladılar. Bu zaman Şeyx Bəhai əlini Şah Abbasın çiyninə qoyaraq buyurdu: Tərbiyə mühümdür, amma pişiyin əsaləti siçan tutmaqdır. Əlbəttə, psixoloqlar həm əsalətin, həm də irsiyyətin, eyni zamanda mühitlə tərbiyənin mühüm olduğuna inanırlar. Bəzi psixoloqlar 100 ballıq qiymətləndirmə sistemində 60'ı əsalətə, 40'ı tərbiyəyə verirlər. Digərləri isə 40'ı əsalətə,
60-ı isə tərbiyəyə verirlər. Başqa bir dəstə əsalətə 50 və tərbiyəyə də 50 bal verməklə dəyərləndirirlər. Amma əsalət çox önəmlidir. Yolu səhv getsən də, səhv insanla getmə. Hicri şəmsi 1393-cü ildə Mədəniyyət Universitetimiz Pərdis Nəsibədə tərbiyəvi mövzuda konfrans təşkil olunmuşdu. Konfransın əsas məruzəçisi Professor Jaxi Richard idi. O, dünyanın müxtəlif universitetlərində tədris, məruzə və müşavirələrdə çıxış edən məşhur alimlərdəndir. Həmçinin tərbiyəvi mövzularda xüsusi tədris proqramları və dərsliklərin hazırlanmasının müəllifi və nəzəriyyələrin sahibidir. Onunla görüşəndə məşhur məsəlimiz olan yolu səhv getsən də, səhv insanla getmə məsəlini ona dedim. Sadə cəmaatın məlumatının olduqca yüksək olduğu və bu məsələnin yük maşınları sürən kəslər tərəfindən meydana çıxdığını qeyd etdim. O bu cümləni eşitdikdə fikirləşərək dedi: çox maraqlı və qəşəng cümlədir. Cümlənin dərin mənası şərq ölkələrində yaşayan insanların necə də mütəfəkkir xalq olduğunun göstəricisidir. Bu cümləni savadı az olan adamlar bilirsə, özlüyündə diqqətə layiq məsələdir. O, həmin cümləyə təkid edərək dedi: yolu səhv getsən də, səhv insanla getmə. Bəli, tərbiyədə dostun, oturub durduğun şəxslərin və müəllimin əxlaqı çox təsir edicidir. Əgər qeyd olunan kəslərin davranışı pis olarsa, onun mənfi təsirləri də həddən artıq olacaq. Belə isə dostlarımız və ailəmizdən müğayət olmalıyıq. Hər kim televiziyaya baxırsa və sosial şəbəkələrdən və s. istifadə edirsə, gərək yolu səhv getmədiklərindən əmin olsun. 2. İman və təqva. Həyat yoldaşı seçimindəki dəyərlərdən biri də onun təqvalı olmasıdır. Təəssüflər olsun ki, hazırki dövrdə bəzi şəxslər bu mövzuya daha az əhəmiyyət verir. Zahiri və maddi məsələləri diqqət mərkəzində saxlayırlar. İmam Sadiq əleyhissalam buyurur: qızlarınızı təqvalı şəxslərə verin ki, əgər onu sevərsə, məhəbbət bəsləyəcək. Əgər sevməsə, zülm etməyəcək. Digər bir hədisdə İmam Sadiq əleyhissalam buyurur: kişi bir qadının gözəlliyi və malına görə onunla evlənsə, xoşbəxtlik ondan üz döndərəcək. Buna əsasən, əgər bir kişi bir qadınla təqvası və dindarlığına görə ailə qursa, Allah Taala gözəllik və malı da ona nəsib edəcək. Gözəllik və malı yox, gözəllik və kamalı seçək. Allah Rəsulu salavatullah buyurur: ən üstün qadınlar gözəllikləri çox, amma mehriyyələri az olanlardır. Həzrət Əli əleyhissalamın Fatimə Ümmülbənin salamullah aleyha ilə izdivacında bu mövzuya riayət olunub. Bu izdivacda gözəllik və malın yerinə ilahi təqvaya önəm verilib. Hər ikisi yalnız Allahın razılığını nəzərə alıb. 3. Gözəl əxlaq. Həyat yoldaşı seçərkən diqqət olunmalı mövzulardan biri də gözəl əxlaqdır. Yəni, seçdiyimiz qarşı tərəf bəyənilmiş və gözəl əxlaq sahibi olmalıdır. Zahiri gözəllik zaman keçdikcə adiləşə bilər, yaxud həmin gözəllik və təravət azalaraq əhəmiyyətini itirə bilər. Amma gözəl əxlaq heç vaxt əhəmiyyətini itirmir. Ailə münasibətlərinin davamiyyəti zahiri gözəlliklə deyil, əxlaqi dəyərlərə bağlıdır. Gözəl əxlaq qəlbləri ram edə bilir. Orta gözəlliyə, orta boya malik və fiziki baxımdan yol getməsində problem olan bir tələbəm var idi. Universitetdə ailə hüququ dərsi əsnasında ailədə əxlaq mövzusuna çatdıq. Həmin bu tələbə çox xoş simalı, ucaboy və boylu buxunlu həyat yoldaşı olduğunu dedi. Danışdı ki, əvvəllər həyat yoldaşının anası və yaxın qohumları bizim evlənməyimizə müxalif idilər. Buna baxmayaraq evliliyimiz baş tutdu. Bir müddət həyat yoldaşımı mənə təlaq verməyə və daha gözəl qadın almağa təşviq edirdilər. Amma mən onlarla səbir, hövsələ və əxlaqla davranırdım. Nəhayət onların qəlblərini qazandım. Həyat yoldaşımın boy, gözəllik, təhsil və sair baxımdan məndən üstün olmasına baxmayaraq, biz birlikdə rahatlıqla yaşayırıq və Allaha şükürlər olsun, heç bir problemimiz yoxdur.
İndi həyat yoldaşımın ailəsi məni çox sevir. Bu cümlə ilə qeyd etmək istəyirəm ki, özlərinə həyat yoldaşı seçmək istəyənlər gələcək övladları üçün ata və ya ana təyin etdikdə bu məsələyə önəm versinlər. Yalnız öz ötəri istəklərinin fikrində olmasınlar. Seçəcəkləri həyat yoldaşının yaxşı və qeyrətli ata, yaxud fədakar və iffətli ana ola biləcəyinə diqqət yetirsinlər. Allah Rəsulu Peyğəmbər Salavatullahın müvəffəqiyyət sirri gözəl əxlaqa sahib olması idi. Peyğəmbər Salavatullah xoş əxlaqı ilə cahil ərəbləri qaranlıqdan nura çıxartdı. O Həzrət Peyğəmbər Salavatullah daim buyururdu: mən əxlaqi gözəllikləri kamilləşdirmək üçün Peyğəmbər göndərilmişəm. Yaşayışdakı əxlaqi xüsusiyyətlərə güzəşt etmək, əfv, səbir, səmimiyyət, sədaqət, təvazökarlıq, təzim, təşviq, ehtiram, məhəbbət, razılaşmaq, dəstək, kasıbçılığa və kobud əxlaqa dözmək, gözəl niyyət, vəfadarlıq, əmanətdarlıq, ədəb, ümidvar olmaq və sairəni misal göstərmək olar. Həzrət Əli əleyhissalamın Fatimə Ümmülbənin salamullah əleyha ilə evliliyində bu həyat verici qayda çox gözəl surətdə görünür. Həzrət Əli əleyhissalam yalnız öz zəmanəsinin deyil, bütün dövrlərin əxlaq nümunəsidir. Yetimlərlə davranışı, zülmə məruz qalmışları müdafiə etməsi, ədalətə əməl etməsi və uşaqlara məhəbbət bəsləməsi onun əxlaqi xüsusiyyətlərindən idi. Gözəl əxlaq sahibi olması o həddə idi ki, düşmənləri və müxalifləri onun əxlaqı və sadəliyi qarşısında heyrətlənirdilər. Fatimə Ümmülbənin salamullah əleyha da yüksək əxlaqi sifətlərə malik bir qadın idi. Şübhəsiz, vəhy ailəsinə bu qədər ehtiram, ədəb və bağlılıq göstərən birisinin bütün bu xüsusiyyətləri gözəl əxlaqdan qaynaqlanırdı. Güzəşt və dözüm sahibi olan birisi həqiqətən gözəl əxlaqa malik olmalıdır. Bəli, Həzrət Əli əleyhissalam və Fatimə Ümmülbənin salamullah əleyha istər şəxsi, istərsə də ictimai yaşayışlarında ali əxlaqi kamilliyin bariz nümunəsidirlər.